Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatı, Beynəlxalq Qalereya və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda 26 iyun Silahlı Qüvvələr gününə həsr olunmuş Vətənə Sadiqlik adlı sərgi uğurla təşkil olundu. Sərginin layihə rəhbəri Aygün Əzizova idi. Sərgidə 50 nəfər rəssam vətənpərvərlik mövzusunda əsərləri ilə iştirak etdi. Ağdam Dram Teatrının rəssamı, Ağdam Tədris Mərkəzinin rəhbəri Gönçə Həzizadə 20 nəfər tələbəsi ilə birgə sərgi iştirakçıları arasında yer aldı. Sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İskəndərova Silahlı Qüvvələr Günü münasibəti ilə başda Ali Baş Komandan İlham Əliyev olmaqla müstəqilliyimizin, azadlığımızın və sabitliyimizin qorunmasında xidmət edən bütün hərbiçilərə dərin hörmət və ehtiram bəslədiklərini vurğuladı. O, bayrağımızın daim uzalarda dalğalanacağına, ordumuzun hər zaman qüdrətli olacağına inamını bildirdi və torpaqlarımız uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsini yad etdi. Sərgidə fəxri qonaq kimi iştirak edən Mahmud Kaşqari adına Beynəlxalq Fondun prezidenti, yazıcı Elxan Zalın 65 illik yubileyi münasibəti ilə portret hədiyyə edildi. Elxan müəllim çıxışında Beynəlxalq Qalereyanın gənc nəsli vətənpərvərlik ruhunda, Azərbaycançılıq ideologiyasında tərbiyə etmək sahəsindəki mühüm fəaliyyətindən söz açdı və kollektivə uğurlar arzuladı. Tədbirdə fəxri qonaqlar arasında Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Zimaydə Mirzəzadə, ehtiyatda olan gizir rəssam Könül Əzimov və rəssam Firdovsi Hacıyev yer alırdı. Sərgi başa çatdıqdan sonra iştirakçı rəssamlara diplomlar təqdim edildi, xatirə fotoları çəkildi.